Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə 2025-ci il test toplusundan dördbucaqlılar bölməsindən 43-cü sualın izahına baxacağıq. Demək, yenə də vaxtımız çox getməsin deyə, videonu çəkərkən vaxtımız çox getməsin deyə öncədən şəkili hazırlamışam. Məsələdə deyilən şərtləri şəkillərin üzərində qeyd eləsək, deməli BC tərəfini bizə 32 verib. Hündürlüğü bir H-la işarələyək və bizdən soruşulan AD tərəfini də bir X-la işarə eləyək. Və bizə deyir ki, bundan başqa AC və BD diagonallarının nisbətləri 4/5 kimidir. Məsələn, bu diagonala, yəni 4K desək, digər diagonal nə qədər olacaq? 5K şəklində olacaq. İndi burada bizə verilən şəkildə müəyyən bucaqlar var ki, onlara baxalım. Məsələn, bu bucağa alfa desəm, bu bucağa beta desəm, cəmi 90 dərəcə olduğundan deməli bu beta bucağı, bu B bucağı da beta olacaq. Bəs burada nə qədərdir? Alfa olacaq və s. Bu şəkildə bucaqları burada qeyd eləyə bilərik və bu bucaqda yenə BAC bucağı da alfa olacaq. Biz burada trapeziya haqqında bildiyimiz bəzi qaydaları tətbiq eləməliyik. Məsələn, H kvadratı bərabərdir AB düsturuna, yəni H kvadratı bərabərdir buradan 32x yaza bilərik. Və bundan sonra biz burada əlimizdə olan ABC və ABD üçbucaqlarına baxmalıyıq. Baxın, ABC üçbucağı və hansı üçbucağı dedik? ABD düzbucaqlı üçbucaqlarına baxsaq, bu üçbucaqların dediyim üçbucaqların hər birində, yəni ABD, ABC-də və ABD üçbucaqlarında sinusun tərifini yazalım. Baxın, sinus alfa, deməli ABC üçbucağında demək olacaq 32 bölünsün 4K şəklində. Yəni 32 bölünsün 4K, yəni qarşı katetin hipotenuza olan nisbəti. Digər üçbucaqda ABD-də isə necə olacaq görək? Demək H bölünsün nədir? 5K şəklində olur. Tamam. Buradan biz bu tənasibi həll eləsək, görərik ki, H-ın qiyməti burada demək 40 olacaq. Bu tapdığımız qiyməti, H-ın qiymətini gətirib bu bərabərlikdə nəzərə alsaq, alarıq ki, burada 40-ın kvadratı bərabərdir 32x-a və x də buradan həll eləsəz təbii görərsiniz ki, cavab 50 olacaq. Məsələnin cavabı 50 olur. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.